Gəlin necə olmalıdır? Şəxsən mənim gələcəkdə bu yaxınlarda gəlinim olacaq. İnşallah mən gəlinimlə dost olacağam. Rəfiqi olacağam, belə deyək. Hansı xüsusiyyətlər olmalıdır? Ən əsası yaxşı mənada yola vermək, belə deyək. Bir də ki, hörmət, ən əsası hörmət, hörmət eləmək. Gəlin xüsusiyyətləri, yəni əslində qalsa evdən asılıdır. Ev yaxşı olar, qaynana, qaynata, gəlin də yaxşı olar. Yəni hamımızın evladı var. Yəni düşdüyü yerdə istər-istəməz yəni uşağı da başa salırsan da, gəlin də elə olmalıdır. Gəlini də öz balan kimi, yəni dəyər verməlisən, qiymətləndirməlisən, başa salmalısan, tay söz söhbətdən yox. Yoldaşın ailəsinə, əgər yoldaşına hörməti varsa, ailəsinə də hörməti olacaq. Çünki insan əgər birini sevsə, zaten ona aid hər şey, onun sevdiyi rəng, onun sevdiyi, necə deyim, yemək, onun sevdiyi ölkə, hər şey ona əziz olur. Hər şey onun üçün, necə deyim, göz ala bilir. Ola bilsin ki, həyatına aldığı onun anasıdır, atasıdır, ona pis davrana bilər. Amma sırf yoldaşına hörmət etdiyi üçün həmişə yaxşı olur.